İnsan Allaha inanmadan xoşbəxt ola bilərmi? Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insanın yaşadığı hər rahatlıq xoşbəxtlik sayılmır. Əllamə Təbətəbai Əl-Mizanda qeyd edir ki, insan fitrətən sonsuzluq istəyir. Pul, güc, həzz, bunların hamısı doyur. Amma insan yenə bundan sonra nə deyə soruşur? Çünki insanın ruhu maddi olmadığı üçün mütləq məna axtarır. Bəli, Allaha inanmayan insan da müəyyən səviyyədə xoşbəxt ola bilər. Amma bu xoşbəxtlik şərtidir, yəni zamana bağlıdır və itirmək qorxusu ilə birlikdədir. İman dediyimiz şey insana başqa bir şey verir. İman yəni varlığın mənasız olmadığını inanmaqdır. Allaha olan inanc insanı avtomatik xoşbəxt etməz, lakin ona sabit dayaq verə bilər, dünya dəyişəndə dağılmamaq üçün. Və bu gün rastlaşdığım ən gözəl sözlərdən biri Şəhid Mürtəza Mütəhərrinin sözüdür ki, buyurur, xoşbəxtlik istədiyini əldə etmək deyil, istədiyinin mənalı olmasıdır. Çünki qəlb Allahdan üz döndərdikdə dünya insana kifayət etməz.